Salam əziz şagirdlər, əziz balalar. Bu mövzuya başlamamışdan əvvəl biraz qısa izah verək. Məsələn, yazıram sinus 30 dərəcə. Bilirik ki, 2'də 1'dir. O zaman arcsinus 2'də 1 ise olur 30 dərəcə. Yəni pi böl 6. Yazıram kosinus 30 dərəcə. Kök altda 3 bölünsün 2 düz, değil mi? Kosinus kökdə 3 bölü 2 ise 30 dərəcədir. Pi bölünsün 6. Yazıram məsəl üçün tangens 30 dərəcəni götürək. Yəni bu daha başqa dərəcə götürək. Məsələn tangens 60 dərəcəni götürürəm. Bilirik ki, kök altda 3'ə bərabərdir. Arctangens kök altda 3 ise 60 dərəcə, yəni pi böl 3'ə bərabərdir. Baxaq kotangensə, məsələn kotangensə fərqli ədəd götürək. Kotangens 45 dərəcədə 1'dir. Arckotangens 1 ise 45 dərəcə olur, yəni pi bölünsün 4'ə. Dikkat edin əziz çalışmalara indi. Baxın indi bura. Sinus 2'də 1'də, arcsinus 2'də 1 30 dərəcələr, düz değil mi? Arcsinus 2'də 1'də 30 dərəcə. Bəs arcsinus mənfi 2'də 1'də nə eləyər? Mənfi 30 dərəcə, yəni mənfi pi bölünsün 6. Arccosinus. Kosinus kökdə 3 bölü 2'nin cavabı oldu 30 dərəcə. Yəni pi bölü 6. Bəs arccosinus mənfi kökdə 3 bölü 2 olsa, o zaman pi bölü 6 eləmir. Pi çıx pi bölü 6. Yəni 180 çıxılsın 30 dərəcə. 150. Kosinus 150 dərəcədə mənfi kökdə 3 bölü 2'dir. Baxaq indi tangensə. Tangens kökdə 3'də, arctangens kökdə 3'ün cavabı pi bölü 60 dərəcədir. Arctangens mənfi kökdə 3 olsa, o da olur mənfi 60 dərəcə. Mənfi pi bölü 3. Nəsini? Arccotangens 1'də 45 dərəcədir. Pi bölü 4. Bəs arccotangens mənfi 1'də mənfi 45 olmayacaq. Yəni pi çıx 45. Yəni 180 çıx 45 dərəcə olacaq. 135 dərəcə. İndi diqqət edin, bunun rəngini dəyişək və buna diqqət edin bu çalışmaya. Kotangens də 1'də kosinusda. İşarə ki, bu ədəd mənfi ilə olanda qarşıya mənfi çıxmır. 180 çıxla yazılır, yəni pi çıxısından. Amma sinusda olduğu kimi. Sinusda, baxın, aksin. Burada mənfidirsə, burada da cavab mənfi olur. Tangensdə, burada mənfidirsə, elə burada da mənfi olur.
Bu belə. Bu anlayışı verdik müəyyən qədər. İndi baxaq başqa. Bir balaca da genişləndirək. Deməli, arcsinus mənfi x olanda olur mənfi arcsinus x. Arccosinus mənfi x olanda olur pi çıxılsın arccosinus x olur. Şimdi burada sözsüz ki x birdən kiçik modulda x birdən kiçik bərabərdir. Və yaxud belə yazılır. X kiçik bərabər 1 böyük bərabər mənfi 1. Arctangent mənfi x olur mənfi arctangent x arcotangent mənfi x isə olur pi çıxılsın arcotangent mənfi x. Burada belə yazaq birinci bunu möhtərizi almadım. Burada söz x daxildir mənfi sonsuzdan müsbət sonsuzluğadır. İndi başqa düsturlara baxaq biraz çünki bizə lazım olacaq. Sinus arc sinus x bizə verir x-i. Cosinus arc cosinus x. Bu da bizə verir x. Elə bir təsəvvür edin ki, x-la aksinus gedir. Sinusla aksinus gedir. Lor dilində bu cür deyir. Məsələn, kosinusla məsələn kosinus gedir, qalır x. Baxın bu cür. X də burada və yaxud belə. Eyni zamanda tangent arctangent x bizə x-i verir. Cotangent arcotangent x bu da bizə verir x-i. Burada da x daxildir nəyə? Mənfi sonsuzluqdan müsbət sonsuzluğa. Buradan baxın, diqqət edin. Yazıram. Arcsinus sinus x. X. Arccosinus cosinus x. Yine x. Arctangent tangent x. X. Arcotangent cotangent x. Bu da bize verir x. Şimdi burada şartlar. X burada neye daxildir? Mənfi pi bölü 2, müsbət pi bölü 2 aralığına. Eyvallah.
Bunu belə yazsaq daha rahat olar. Bir dəqiqə. X modulda X götürsək daxildir. Daha doğrusu kiçik bərabər pi bölü 2'den. Kosinüs kosinüs X. X burada. Pi ilə 0 aralığına daxildir. Burada X yine modulda daxildir. Daxildir niyə kiçikdir? Pi bölünsün 2'den. Burada ise X pi 0 aralığındadır. İndi baxın bura. Yazıram sinus arc kosinüs X. X olmasın A olsun. Bax bunu necə yazıram? Bu olur kök altda 1 çıxılsın A kvadrat. X olsa X kvadrat. Yine modulda X kiçik bərabər 1'den. Kosinüs arc X. Bu bize verir yine kök altdan 1 çıxılsın X kvadrat. A yazaq bunu. Kardeşin A yazaq, bunda A yazaq. Şartı yine budur. İndi tanyens arc A'ya baxaq. Tanyens arc A bize axı tanyens sinüs alfa bölünsün kosinüs alfadır. O zaman bu olacaq sinüs arc A bölünsün kosinüs arc A. Çünkü alfanın yerinde bu dayanır. Sinüs arc A A'ya bərabərdir. Elə ki lord dildə belə deyək. Sinüsdən arc gedir, qalır A. Kosinüs arc A var. Burada yazmışıq onu. Kök altda 1 çıx A'nın kvadrat. Kotanyensdə bunun tərsi olacaq. Kotanyens arc bərabərdir. Kosinüs arc bölü sinüs arc. Yəni məxrəcdə A surətə kök altda 1 çıxılsın A'nın kvadrat. Bu da belə. Burada A yazaq. Sözsüz A burada hamısında modulda A 1'dən kiçikdir. 2 dənə düstur yazaq, başlayaq çalışma. Keçək dərsə. Demək belə. Arc sinüs X üstə gəl. Arc kosinüs X bərabər nəyə? Pi bölünsün 2'ye. Arc tanyens X üstə gəl. Arc kotanyens X o da bərabər pi bölünsün 2'ye. Burada X sözsüz ki mənfi sonsuzluq müsbət sonsuzluq aralığındadır. Burada da X modulda X kiçik bir yazaq qutarsın geçsin. Kiçik bərabər 1. Birinci çalışma.
sinüs kosinüs kökdə 3 bölünsün 2. Bunu necə yazarıq? Baxın bura. Kosinüs nə vaxt kökatda 3 bölünsün 2'ye bərabərdir? 30 dərəcədə. Demək bu oldu 30 dərəcə. Bəli, sinüs də 30 dərəcədə 2'də 1. Bunu bir dənə başqa yolla da deyim. Demişdik ki, sinüs kosinüs kökdə 3 bölü 2. Burada məsələn bu a olanda necə olurdu? Sinüs kosinüsə kökatda 1 çıxılsın a kvadrat olurdu da, düzdürmü? Yəni olur kökatda 1 çıxılsın kökdə 3 bölüsün 2'nin kvadratı. Yəni 4'də 3. Birdən 4'də 3 çıxıram 4'də 1. 4'də 1'dən kök çıxır 2'də 1. Ama biraz uzun oldu ama bu birisi burada daha rahat idi. İkinci. Bakın dikkat edin. Arktangens -1. Bize ne verir? Mənfi pi bölü 4'ü. Yani mənfi 45 derecede diyebiliriz bunu. Arcsinüs kökətdə 2 bölü 2. Sinüs 45'te alır kökdə 2 bölü 2. Oldu 45 müsbət pi bölü 4. Çıx. Kosinüs -2'də 1. Kosinüs nə vaxt? 2'də 1'də. Əvvəl ona baxırıq. Kosinüs 60'da 2'də 1'də. Bu da olur 180 çıx 60. Yəni pi çıxılsın. Pi bölünsün 3. Pi bölü 4'lər gedir. Pi'dən pi bölü 3 çıxırıq. 2 pi bölünsün 3. Y variantı. Demek arckosinüs mənfi kökdə 3 bölü 2. Kosinüs 30'da kökdə 3 bölü 2'dir. Yəni pi bölü 6'dır. Arckosinüs mənfi kökdə 3 bölü 2 olur. Pi çıxılsın pi bölü 6. Üstə gəl. Sinüs nə var? 2'də 1'də. 30 dərəcədə. Pi bölü 3. Üzrü sayına pi bölü 6. Üstə gəl. Tangens mənfi kökdə 3. 60 dərəcədə kökdə 3'dür. Getdik ixtisar. Pi ilə pi bölü 3. Dəqiqə. Ha, burada çıxdı. Mənfi kökdə 3'dür. Mənfi kökdə 3'dür. Pi'dən də pi bölü 3 çıxıram. Elə bir orta mərəzə getirirəm də. 3 pi bölünsün 3 çıx pi bölü 3. 2 pi bölü 3. Kosinüs mənfi 1'də pi'dir. Olur 2 pi. 2 var. Çıxılsın. 3'də 1 var. Kosinüs kökdə 2 bölü 2. Nə vaxt kökdə 2 bölü 2'dir? Pi bölü 4'də 45 dərəcədə. 3'də 1 vur. Pi bölünsün 4. Üstə gəl 2 vurulsun. Kosinüs nə vaxt 0'dır? 90 dərəcədə. 2 vur. Pi bölü 2. 2'lər 7. 2 pi, bu da 1 pi. Eləyir 3 pi. Çıx bu. 12'də 1 pi. 3 pi'dən də 12'də 1 pi çıxanda eləyir. Ortaq mərəzə gətirsək bunu. Məxrəc elə 1'dir də. 12'də 36 pi'dən çıxıram. 12'də 1 pi'ni. 36'dan da 1 çıxıram. 35 pi. B variantı. Demek düsturumuz var ki arctangens A üstə gəl arctangens A. Pi bölü 2'ye bərabərdir. Bu da olur 2 vurulsun. Bunun cevabı olur pi bölü 2. 2'lər gedir. Cevap qaldı pi Y variantı. Altıncıda da həmçinin. 4 vur. Arcsinüs 3'də 1 üstə gəl. Arckosinüs 3'də 1 pi bölü 2'ye bərabərdir. 4'ü vururam pi bölünsün 2'ye. O değil 2 pi.
D variantı. Demək, aksinus kökdə 3 bölü 2. Sinus neçə dərəcədə kökdə 3 bölü 2-dir? 60 dərəcədə. Pi bölü 3 üstəgəl. Kosinus mənfi kökdə 2 bölü 2. Kosinus pi bölü 4-dədir. Kökdə 2 bölü 2. Mənfi kökdə 2 bölü 2 olduğuna görə pi çıxasın. Pi bölü 4 olur. Tangensdə, aktangens kökətdə 3. Bölünsün 3. Pi bölünsün 6-dadır. Dərəcə ilə yazsaq daha rahat olar ama. Mənfi 60 üstəgəl 180 çıx 45. Bu 45'dir. Bu da 30. 60 ilə 45 105. Bu da 210. Bu da bərabər 105 dərəcə. 105 dərəcəni də radyana çevirsək. %5'i vururuq, pi bölünsün 180'e. 12 dənə 15, bu da 7'den 15. 12'də 7 pi. A variantı. Deməli, kosinus 30 dərəcədə kökətdə 3 bölü 2. Sinus mənfi 30 dərəcədə 2'də 1'dir. Onu çıx, mənfi 30. Bu çıxma ilə bu mənfi çıxma. Mənfi toquşur, olur müsbət. Tangens 60'da kökdə 3'dür. Yəni mənfi kökdə 3. Mənfi 60 olur mənfiyə görə. Kotangensinə bax, mənfi 1'dir. 45'də müsbət 1'dir. 180 çıx 45'də də mənfi 1'dir. Deməli 60 ilə 30 60 getdi. 180'dən 45 çıxdıq. Elədi 135 dərəcə. 135 dərəcəni də, yəni mənfi 3 pi bölü 4. Belə uzaqbaşı 135'i pi bölü 180'də vurub cavabı tapacaqsınız. Sinus 30'da mənfi 2'də 1, 2'də 1'dir. Mənfi 30'da mənfi 2'də 1 olacaq. Kosinus 45'də kökdə 2 bölü 2'dir. 180 çıx 45'də də mənfi kökdə 2 bölü 2 olacaq. Tangens mənfi 1. Mənfi 45 dərəcədədir. Burada çıx yazaq. Tangens 60'da kökdə 3'dür. Mənfi 60'da da mənfi kökdə 3 olacaq. Vəssalam. Həll edək də bunu, hə? 30, 60, 45, da 45, 180, mənfi 180 üstəgəl 180, bərabər 0. A variantı. Demək, burada aksinus sinus x, x-ə bərabərdir. Amma burada bu ifadə gərək mənfi pi bölü 2, müsbət pi bölü 2 aralığına düşsün. Sinus 92 bölü pi bölü 5'i belə yazırıq. Sinus 92'ni 5'e bölürəm, olur 18 tam 5'də 2 pi. O da olur sinus 18 pi üstəgəl 5'də 2 pi. Çevirmə düsturuna görə bu sayda pidirsə belə 2 pi deməkdir. Çevirmə düsturuna görə 2 pi üstəgəl alfa sinus alfanı verir. Yəni olur sinus 5'də 2 pi. Demək bu belə oldu. Arc sinus 5'də 2 pi. O da 5'də 2 pi də bilirik ki, artıq bu araya daxildir, bu aralığa. Bunun da cavabı olur 5'də 2 pi. Bitti. C variantı. Demək,
37 pi bölü 9, 37'nin 9'a böldüm 4/9'da bir pi elədi. Bunu yazırıq 4 pi üstə gəl pi bölü 9 kimi. Əgər bu cüt sayda pidirsə, böyle 2 pi ilə işləyərlər bunu. 2 pi demək olur. Kosinus 2 pi üstə gəl pi bölü 9'da bizə verir kosinus pi bölünsün 9'u. Deməli, arc kosinus pi bölü 9 bize verir pi bölünsün 9'u. D variantı. Kosinus arcsinus A və yaxud belə eləyə bilərik. Sinus nə vaxt kökdə 3 bölü 2'dir. 60 dərəcə. Kosinus 60 dərəcə bizə 2'də 1'i verir. Kosinus mənfi 2'də 1. Kosinus 30'da 2'də 1'dir. 60'da 2'də 1'dir, düzdür mü? Kosinus mənfi 2'də 1 180'də çıx 60 olur. Olur 120 derece, bir dəqiqə. Kosinus 120 derece. Üstə gəl bu ifadə. Pi bölüs yəni 60 derece. 2'də 1 kosinus 180 derecedir bu. 180 dereceleri kosinus mənfi 1'dir. Mənfi 1'dən də 2'də 1 üzerine mənfi 1 gələndə olur nə? 2'də 1 çıx 1. 2'də 1'dən də 1 çıxırıq, eləyir mənfi 2'də 1. E variantı. Deməli, kosinus 30 derecede kökdə 3 bölü 2'dirsə, deməli, kosinus kökdə 3 bölü 2 oldu 30. Buradan alınır nə? Sinus 30 derece. Sinus 30 derece olur 2'də 1. Çıx. Kosinus. Burada bağlanır. 2'də 1 ise 60 derece. Mənfi 2'də 1'də 120 derecede mənfi 2'də 1'dir. 120 üstə gəl yenə bu 60. 2'də 1 ilə 0.5 götürək. Çıx. 180 derece mənfi 1. Hə, ilə 0.5 üstə gəl 1. Bu da 1.5. Baxın, bunu başqa yolla necə yaza bilərik? Kosinus arcsinus sinus arc kosinus A, bunun cevabı bize kök hatta 1 çıxılsın A kvadratını verir. Yani olur kök hatta 1 çıxılsın A'nın, yani bu ifadenin kvadratı. Kökdə 3 bölü 2'nin kvadratı. O deyir 1 çıx 4'də 3. 1'dən 4'də 3 çıxırıq 4'də 1. 4'də 1'dən 2 3 çıxır 2'də 1. Bunun da cevabını tapdıq da. Mənfi 1 tapmışdıq. Yəni bunun cevabında o həmin qaydanın mənfi 1. Yenə 2'də 1. 0.5 baxın. Eyni cevabı aldıq. 2'də 1'dən də mənfi 1 çıxırıq. Müsbət 1.5 edir. C variantı. Biz y bərabər sinus arkotaniyus x'in qiymətlər çoxluğunu tapaq. Əvvəl arkotaniyus x'in qiymətlər çoxluğunu tapaq. Onu y1 yazaq, fərqləndirək. Y1 bərabər arkotaniyus x'də və bunun qiymətlər çoxluğu 0 pi aralığıdır. Bu arada indi demək sinus bir dəfə olur y bərabər sinus arkotaniyus x, yəni bir dəfə 0 yazıram arkotaniyus x'in yerinə. Bir dəfə y bərabər sinus pi. Pi'də də 0'da da bunun qiyməti eynidir, amma həmin bu aralıqda sinusun ən böyük qiyməti 90 dərəcələrdir. Sinus pi bölünsün 2'dədir. 1. Demək ən böyük qiyməti oldu 1. Bax, bunun ən böyük qiyməti ha. Yəni sinus pi bölü 1. Ən kiçik qiyməti də oldu 0. Oldu 0, 1 aralıq. Və ya belə götürə bilərik. Sinus arkotaniyus x, yəni bu. Belə deyək də, yəni y. Rəngi bir dənə dəyişdirim. Yəni y.
Sinüs pi bölü 2 ilə sinüs 0 arasında. Buradan qiymət 0 çıxır. Burada bərabər yoxdur. Bərabər 1. 0-1 aralığı hansı variantda? Y variantı. 15-ci çalışmaya baxaq. Y bərabər sinus arc kosinus x funksiyasına baxaq. Yox, bir dəqiqə demək. Arc kosinus x-in özünün qiymətlər çoxluğu hansı aralıqda olduğunu əvvəl baxmalıyıq. Ona uyğun nə? Sinus tapacağıq. Arc kosinus x aydın məsələdir ki, bunun qiyməti 0 pi aralığındadır. Yəni buradan y daxildir 0 180 dərəcə arasına. Yəni kosinus qiymətlər çoxluğu budur. Bir dəfə olur. Demək sinus 0-dan sinus pi 180 dərəcə arasında sinusun qiymətləri dəyişir. Bu arada sinusun ən kiçik qiyməti nədir? Sinus 0 dərəcədir, 0-a bərabərdir. Yəni bu arada 0 dərəcədən 180 dərəcə. Yəni ən böyük qiyməti sinus 90 dərəcədə 1-dir. Demək 0-1 aralığı oldu. Bu da oldu A variantı. Bunu başqa cür də yaza bilərik. Bir dənə əlavə eləyək burada. Sinus 0 ilə sinus 90 dərəcə aralığındadır. Buradan da anlar ki 1 0 1. Nəysə o bitdi. Baxın növbəti çalışma bu ifadəni tapaq. Biz bilirik ki sinus 270 dərəcə üstəgəl alfa bizə verir mənfi kosinus alfa çevirmə üstü ilə. Üstü bölü 2 də 270 dərəcədə. Bu 270-də. Bu da elə bir alfadır. Dördüncü də sinusun işarəsi mənfidir. Oldu mənfi. Mənfi kosinus alfa. Yəni kosinus arc kosinus 3-də 2. Üstəgəl. Kosinus 90 dərəcə çıx alfa bizə müsbət sinus alfa verir. Deməli, üstəgəl bu olur nə? 90 çıx alfadır. Elə bir bu. Sinus alfa. Yəni sinus arc sinus 7-də 3. Kosinus arc kosinus x-i verir. Bizə qalır, yəni burada qalır mənfi 3-də 2. Sinus arc sinus x-də yenə bizə x-i verir. O da elə 7-də 3. Elə bir ki, sinusla arc sinus gedir. Kosinusla arc kosinus gedir. Vəssalam. Orta mərdə gətirək bunu. 21-də mənfi 14 üstə gəldi 9. Mənfi 21-də 5. B variantı. Kosinus arcdan geç mənfi 2-ni yazaq. Biz bilirik ki, kosinus mənfi alfa müsbət kosinus alfadır. Bu olur kosinus arcdan geç müsbət 2. İndi baxın bura. Deyək ki, alfa bərabər arcdan geç 2-dir. Bunu hər tərəfi tangens deyəndə tangens alfa bərabər 2 olacaq. Düzbucaqlı 3 bucaqla bunu həll edək. Düzbucaqlı 3 bucaq. Tangens alfa 2 o deməkdir ki, üzr sayın alfa yazaq. Tangens bilirik ki, bu 2 bölü 1 demək. Tangens bilirik ki, qarşı katet bölü hipotenusdur. Alfanın qarşısındakı katet, üzr sayın qarşı katet bölü bitişik katet. Qarşıdakı kateti 2 götürürəm.
Alfaya bitişik kateti 1 götürürəm. Bəs burada hipotenuz nə olacaq? Kök altda 2'nin kvadrat üstəgəl 1'in kvadrat. Hipotenuz olacaq kökdə 5. Pifagordan tapdıq. İndi kosinüs arctangens 2'ni kosinüs alfa götürürəm. Niyə kosinüs alfa götürürəm? Axı arctangens 2'ni alfa ilə əvəzələmişəm. Bu oldu alfa. İndi bu şəkildən kosinüs alfa nəyə bərabərdir? Bitişik katetin hipotenuza nisbəti 1 bölünsün kök altda 5. B variantı. Demək, funksiyanın qiymətlər çoxluğunu tapmaq üçün burada bunun qiymətlər çoxluğundan istifadə edəcəyik. Deməli, 2 üstəgəl 10 bölünsün pi vurulsun. Arcsinus 4x çıx 1'in ən böyük qiyməti pi bölü 2'dir. Ən kiçik qiyməti mənfi pi bölü 2'dir. Burada pi'lər 7, 10'dan 2 getdi, 5, 2 üstəgəl 5 7. Buradan da 2 çıx 5. Mənfi 3 deməli, y daxil oldu nəyə? Mənfi 3 7 çoxluğu D variantı. Demək, 8 bölünsün pi vurulsun. Bu funksiyanda qiymətlər çoxluğunu tapmaq üçün arckosinüsün qiymətlər çoxluğundan istifadə edəcəyik. Arckosinüsün ən böyük qiyməti pi'dir. Çıx 5, yəni bunun bu ifadə ən böyük qiyməti pi'dir. 0 pi aralığında dəyişir. Sonra ən kiçik qiyməti də 0'dır. Vururam, yəni bunun ifadənin yerinə 0 yazaram, çıx 5. Burada cavab mənfi 5 edir. Niyə belə ya? Onlara bir yazı. Pi'lər gedir, burada da 8'dən 5 çıxıram 3. Deməli, mənfi qiymətlər çoxluğu oldu nə? Mənfi 5'dən 3'ə. A variantı. Deməli, arcsinus A üstəgəl arccosinus A bizə verir pi bölü 2, yəni 90 dərəcəni. Və burada A nədir? 1 ilə mənfi 1 aralığındadır. Arctangens A-nın da ən kiçik qiyməti burada, bu arada. A-ya mənfi 1 verəndən. Yəni, arctangens mənfi 1 də bizə verir mənfi pi bölü 4, yəni mənfi 45 dərəcəni. 90'dan 45 çıxıram, 45. O da edir pi bölünsün 4. Demək belə, burada arccosinus 5/4 ayrıca həlllidir. Deməli, alfa bərabər arccosinus 5/4. Hər tərəfə kosinus yazsaq, kosinus alfa buradan bərabər olur nəyə? 5/4'ə. Kosinus gedir. Bu düzbucaqlı üstbucaqdan həll etsək, bilirik ki, kosinus alfa bitişik katetin hipotenuza nisbətidir. Alfaya bitişik oldu 4, hipotenuz oldu 5. Pifagor ədədlərinə görə bura olacaq, digər kateti olacaq 3. Buradan demək bunu alfa götürdüm. Arctangens x bərabərdirsə alfaya, x bərabər olur buradan tangens alfaya. Tangens alfa da qarşı katetin, bitişik katetin nisbətidir. 3 bölünsün 4. B variantı. Kosinus kökdə 2 bölü 2-də 45 dərəcədir. Deməli, 2 tangens 45 dərəcə. 45'də üstə gəl. Kosinus tangens 1'də 45 dərəcədə tangens 1'dir. 2'ni vurur 45 dərəcəyə olur tangens 90 dərəcə. Burada 2 vur tangens 45 1 üstə gəl kosinus 90'da da 0. Cavab 2. Bunu birbaşa həll edək. Arccosinus mənfi kökdə 3 bölü 2. Kosinus 150 dərəcədə mənfi kökdə 3 bölü 2'dir.
180 çıx 30 olurdu. 30 da kökdə 3 bölü 2'dir. 180 çıx 30 da mənfi kökdə 3 bölü 2. Sinus kökdə 3 bölü 2 60 dərəcədədir. Arcsinus kökdə 3 bölü 2 o da 60 dərəcə. Tangents 1 bölü kökdə 3 də 30 dərəcədədir tangents. Yəni 1 bölü kökdə 3, yəni kökdə 3 bölü 3'dür. Bunu 3 bölünsün. Bunlar pi'ye çevirincə bunu 3 bölünsün pi yazın. 3 bölü 180 dərəcə yazaq. 150, 30, 180. 180'in üstüne 60 gəlirəm. 240 dərəcə. Bəli. Burada 60 dərəcə. 60 dan da bu 7. Cavab oldu 4. Yirmi 4. 6 bölünsün pi vurulsun. 24. Kosinüs mənfi 2'də 1. Kosinüs mənfi 2'də 1 120 dərəcədədir. Yəni 180 çıx 60. Sinüs 2'də 1 30 dərəcə alır. Aksinüs 2'də 1 30 dərəcə. Kotangents 1 bölü kökdə 3'ü də alır 60. 60 dərəcədə. 6 bölü pi'nin yerine 180 derece yazıram vurulsun. 120, 160, 200, 180 bu da 30, 210 derece. 30'a yerine 7 dəfə 30 burada. 6 dəfə 30 burada. 6 ilə də 6 gedir. Cavab oldu 7. Demək belə tangents arctangents x-da burada x daxildir. Mənfi sonsuzluqdan müsbət sonsuzluğa. Tangents arctangents x ilə x-ə bərabərdir. Bunun cavabı oldu 31. Sonra sinus arcsinus x-da belə var ayıraq burada. X-da. Bunun cavabı da x-ə bərabərdir. Bu olur. Yəni burada x gərək 0 mənfi 1 müsbət 1 aralığında olsun. Baxıram ki 0,2 ilə həmin aralıqdadır. Sinus arcsinusun cavabı x olduğundan burada cavab eləyir elə 0,2. Kotangents arcotangents x-da da yenə təyin oblastı mənfi sonsuzluq müsbət sonsuzluq aralığıdır. Kotangenslə arcotangents gedir, qalır elə 29. Elə baxın tangenslə arctangents gedir, sinusla arcsinus gedir. Dərsin əvvəlində, videonun əvvəlində izah etmişdim. Sonra kotangenslə arcotangents elə bir gedir, qalır bir dənə var burada 29. Və sonra toplayanda nə eləyir? 60,2. Əssalam. Burada da yine həmin qaydadır. Burada kotangenslə arctangents qalır 42. Kosinusla arccosinus gedir, qalır 0,4. Tangenslə arctangents gedir, qalır 28. Amma orada başa saldım sizə. Yuxarıdakı düsturlara görə. Vəssalam. 42, 60, 70,4. Bu funksiyanın təyin oblası AB aralığı olarsa AB hasilini tapın. AB aralığı tapaq. Əvvəl funksiyanın təyin oblasını tapaq. Biz bilirik ki arcsinusda x çıx 3 bölü 2. Üzrü sayın biraz bu tərəfə götürək. Müsbət 1 mənfi 1 aralığındadır. Hər tərəfi 2'yə vuraq. Olur x çıx 3 kiçik bərabərdir. Müsbət 2 ilə mənfi 2 aralığı. Hər tərəfin üzərinə 3 gəlsək. 3'dən gəl 3, 3'dən gəl 3, 3'dən gəl 3 gəlsək. 3'lər 7, 5, 1 aralığı. Bunu tapdıq. Və tangens də isə təyin oblastı adi arctangents x-də mənfi sonsuzluq, müsbət sonsuzluqdur. Burada isə baxıram ki, bunun mənası olmalıdır ki, təyin oblastı alınsın. Yəni x çıx 3 kök altı ifadə. Böyük bərabər 0 olmalıdır. X böyük bərabər 3'dən. Yəni bir cavabımız 1'dən 5'ə. Bir cavabımız 3'dən böyük bərabər. Aralıq oldu 3, 5 aralığı. Deməli A oldu 3, B oldu 5. A vur B bərabər 3 vur 5, 15. Demək belə. Bax bu besinə.
Buranı götürürüm alfa. Bakın alfa bərabərdir arcsinus 13/5 götürək. Buranı da götürürəm beta. Bu da 90 dərəcə olsun. Buradan sinus alfa nəyə bərabərdir? Sinus arcsinus 13/5'e. Demək sinus alfa bərabər 13/5'e. Yəni sinus qarşı katetin hipotenuza nisbətidir. Bura 5-dirsə, bura 13. Pifaqor ədədi ilə, Pifaqor ədədlərinə görə katetin biri 5, hipotenuz 13 isə digər katet olacaq 12. İndi bunu da beta, baxın, bunu beta götürsək alınacaq. Diqqət edin. Deməli beta bərabər arcsinus 13/12'dir. Buradan hər tərəfi sinuslasaq sinus beta bərabər olur 13/12. Düz bucaqlı üst bucaq çəksək, buranı beta götürsəm, beta'nın qarşısındakı katetin hipotenuza nisbəti. Pifaqor ədədlərinə görə digər katetdə 5 olacaq. Aha. Demək bu alfa oldu. Belə yazaq. Bunu alfa oldu, bu da beta oldu, düzdürmü? Olur kotangens 2/1 alfa üstəgəl beta. Şəkildən də görünür ki, alfa üstəgəl beta nə oldu? 90 dərəcədir burada. Düz bucaqlı üst bucaqda. Olur kotangens 2/1 vur 90. 90 dərəcəni 2'ye böləndə olur 45 dərəcə. Kotangens 45 dərəcədə cavab 1'dir. Əssalam. Bax, uyğunluğu müəyyən edir. Birinci, y bərabər sinus x. Təyin oblastı mənfi 1 müsbət 1 aralığı. A bəndi. Qiymətlər çoxluğu birinci, y bərabər sinus x funksiyası. Təyin oblastı t ilə yazaq. Mənfi sonsuzdan müsbət sonsuzluğa. Qiymətlər çoxluğu isə mənfi 1 müsbət 1 aralığı. Bir dənə C variantı düz gəlir. Birinci, ikinci. Bax, arc cosinus x. Arc cosinus y bərabər arc cosinus x'in təyin oblastı mənfi 1 müsbət 1 aralığıdır. Bax, A bəndi uyğun gəldi buna. A bəndi. Qiymətlər çoxluğu 0 pi aralığı. Bu da D bəndi. İkinciyə aid oldu A-nan D. Üçüncü. Arctangens x. Deməli, təyin oblastı mənfi sonsuzdan müsbət sonsuzluq aralığıdır. T yazdım. Qiymətlər çoxluğu mənfi 90 müsbət 90 aralığı. Bir dənə B variantı uyğun gəlir bura. Yəni bunu verib B variantı verim. Əssalam. Demək 30-cu çalışmada birinci y bərabər cosinus x. Təyin oblastı mənfi sonsuzluqdan müsbət sonsuzluğa var, variantlarda yoxdur. Qiymətlər çoxluğu mənfi 1 müsbət 1 aralığı. B variantı. Birinci aid oldu B. Arcsinus x. Təyin oblastı mənfi 1 müsbət 1 aralığı varmı? Bəli, Y bəndi. Qiymətlər çoxluğu mənfi 90 müsbət 90. A variantı. Deməli, ikinciyə aid oldu A və Y. Bu B'dir. Üçüncü. Y bərabər arc cotangens x. Təyin oblastı mənfi sonsuzdan müsbət sonsuzluğa yoxdur elə bir variantımız. Qiymətlər çoxluğu 0 pi aralığı. D variantı. Demək belə. Tək funksiya. Birinciyə baxaq. Görək tək funksiyaya aid nəyimiz var. Deməli, B bəndi arcsinus x tək funksiyadır. Sonra C bəndi y bərabər tangens x. Tək funksiyadır. Digərlər heç biri tək deyil.
Cüt funksiyaya aid baxaq. Cüt funksiya A bəndi cosinus x. Y bərabərdir cosinus x. Cüt funksiyadır. Bir də yəni funksiyanın xassələrində verilir deyə biz onu həll etməliyik. Demək bir də burada y bəndi x vurulsun kotaniyes x. Cüt olduğunu hardan bilirəm? X vur kotaniyes x. X'in yerinə mənfi x yazıram. Mənfi x vurulsun kotaniyes mənfi x. Mənfilər vurulur bir-birinə, olur müsbət. X vur kotaniyes x. Yəni x'ə mənfi yazdıqda, mənfi götürürük. Cavablar eyni alındı. Eyni alındısa oldular demək nə? Cüt funksiya. Nə tək, nə də cüt funksiya olan D bəndidir. Üçüncüyə aid oldu D bəndi. Baxın bura. Axı biz burada arcsinusla arcosinusu müqayisə edək. Bunu bir dənə izah edim sizə. Məsələn, y bərabər arc sinus x düzdür mü? Bu tək funksiyadır. Bir dəfə də yazarım. Y bərabər arcsinus mənfi x. Mənfi x olanda mənfi çıxır qarşı olur. Mənfi arcsinus x olur. Mənfi arcsinus x. İndi bəs arccosinus da eyni həmin işi görsək. Y bərabər arccosinus x yazaq. Bu mənfi olanda bir dəqiqə olur y bərabər demək arccosinus mənfi x pi çıxılsın arccosinus x olur. Ona görə yəni nə əks alındı, nə bir-birinin əks alındılar, nə də eyni alındı. Ona görə nə tək, nə də oldu nə cüt funksiya. Hansı variant oldu? D var. Üçüncü aid oldu D variantı. 32-yə baxaq. Birinciyə tək funksiya. Tək funksiya aid olan hansıdır? Y bərabər sinus x. A variantı. Bir də y bərabər arctangens x. Bu da oldu nə? C variantı. İkinci. Cüt funksiyaya aid olanlar. Y bərabərdir kotangens kvadrat x. Bir də y bərabər tangens x vur sinus x. Vur sinus x. Tangens x ayrılıqda tək funksiyadır. Sinus x də ayrılıqda tək funksiyadır. Tək funksiyanı tək funksiya vuranda olur cüt funksiya. Demək bu oldu y bəndi. Sonra bu da kotangens kvadratı. Elə ki kotangens vur kotangens. Yəni tək vur tək. Və yaxud tək funksiyanın kvadratı cüt funksiya olur. Demək ikinciyə aid oldu D bəndi ilə y bəndi. Nə tək nə də cüt funksiyaya aid olan isə görək burada hansıdır? Bir dənə B bəndi arccotangens x. Y bərabər arccotangens x. Nisbətəcək düzə ehtiyac yox idi. Baxın, əgər x-ə mənfi verəndə arccotangens x mənfi arccotangens x olsaydı, o zaman bu tək funksiya olacaqdı. Çünki x-in işarəsi dəyişdikdə funksiyaların qiymətləri əks işarə ilə olur. Amma burada mənfi yazmamışam bura. Yəni arccotangens mənfi x, mənfi arccotangens x olsaydı tək funksiya olacaqdı. Amma biz bilirik ki arccotangens mənfi x-in cavabı pi çıxısın arccotangens x deməkdir. Ona görə nə tək, nə də cüt funksiyadır. Burada funksiyaların təyin oblasti və qiymətlər çoxluğunu tapaq. Baxın, arcsinus x-in təyin oblasti
təyin oblastı. Yəni P-nin təyin oblastı yoxdur. Burada X yoxdur axı. Ona görə birbaşa elə arcsinus X-in təyin oblastını tapıram. Təyin oblastı bilirik ki, -1, -1 aralığı. Yəni X-in aldığı qiymətlər -1, -1 aralığıdır. Bunu bildik. Sonra qiymətlər çoxluğu. Qiymətlər çoxluğu ən böyük, ən kiçik qiyməti funksiyanın varsa və o aldığı aralıq, həmin ən böyük, ən kiçik qiymət aldığı aralıqlar taparlar, əgər varsa o da. Baxaq, arcsinusun X-in ən böyük qiyməti, ən kiçik qiyməti -pi/2-dir. Və yaxud belə yazaq da. -90 dərəcədir. Bir də -90 dərəcədə ən böyük. Düzdür? Bir dəfə yazıram pi, yəni 180 dərəcə. Çıx 90 dərəcə, inir 90 dərəcə. Bir dəfə də 180 dərəcənin üzərinə 90 dərəcə gəlirəm. O deyir 270 dərəcə. Bir də həm -90 götürürük arcsinusu, bir də həm -90. Yəni pi/2, bu da 3pi/2-dir. Deməli, qiymətlər çoxluğu nə oldu? Qiymətlər çoxluğu oldu. -pi/2 ilə 3pi/2 aralığı. Deməli, -1, -1, bu B bəndi idi bu. Qiymətlər çoxluğu da D bəndi. Birinciyə aid oldu. B və D bəndi. Keçək ikinciyə. Bir dəqiqə. Y bərabər arccosinus kökadlı X. Qiymətlər çoxluğu ilə təyin oblastını tapaq. Təyin oblastı. Aydındır ki, belə, bax, buradakı ifadə, belə deyək, biraz geniş izah edək. -1, -1 aralığındadır və X-in özü sözsüz ki, sıfırdan böyük bərabərdir, mənfi deyil. O zaman belə olur. 0-1 aralığı. Bu oldu təyin oblastı. Nə var? Y variantı. İndi bunun qiymətlər çoxluğuna baxaq. Kosinusun bir dəqiqə funksiyanın qiymətlər çoxluğu. Arccosinus X-in ən böyük və ya ən kiçik qiyməti əgər varsa. Bilirik ki, arccosinus X-in qiymətlər çoxluğu 0 pi aralığında olur. X-a ən böyük bir qiymətini verə bilirik. Bunu bu cür götürək. Bir dəfə arccosinus 0, X-a 0 verirəm. Kosinus nə bax 0-dır. Elə 0 dərəcədə. Bir dəfə də kosinusa 1 qiymətini verirəm. X-a 1 qiymətini verirəm, kökdə 1. Belə arccosinus 1-dir. Kosinus üzrü sayın. Yorğunluqdan çaşıb bura 0 yazdım. Kosinus 90 dərəcədə 0-dır. Belə arccosinus 1 deməkdir. Kosinusda 1 qiymətin 360 dərəcədə alır. Bir də 0-da alır. 360 götürəmirik. Çox dərəcədə bir qiymətlər söz yox. Arccosinus 0 pi aralığında deyə 360 götürə bilmərik. Cavab oldu 0. Deməli, ən kiçik 0, ən böyük pi/2. Bu belə. Bitdi. Bitdi ki. Demək belə, hələlik. Bu qədər əziz şagirdlər, əziz balalar, video izahı başa düşürsünüzsə, çalışın, paylaşın ki, başqaları da bunu öyrənsinlər. Bu işdə dəstək olun, səbəb olun. Sağ olun, Allah amanında.